Bəziləri onun bütün dövrlərin ən böyük Meksikalı boksçu hesab edir, amma onun həyatı yalnız qələbələrdən ibarət deyildi. 89 qələbə, 27 dünya çempionluğu döyüşü, illərlə davam edən məğlub edilməzliyi. Julio César Chávez yoxsulluqdan zirvəyə yüksələn, sonra isə öz zəifləri ilə mübarizə aparan bir insan. 1962-ci ildə Meksikanın Sonora ştatına dünyaya gələn Julio César Chávez çox kasıb ailədə böyüyür. Valideynləri və qardaş bacıları ilə birlikdə dəmir yolu vaqonuna bənzər bir kiçik bir evdə yaşayırdı. Uşaqlıqdan işləməyə məcbur idi və ailəsinə kömək edirdi. Onun üçün boks sadəcə idman deyildi. Bu, yoxsulluqdan qurtulmağın yeganə çıxış yolu idi. 17 yaşında peşəkar ringə çıxdı və qısa müddətdə hamının diqqətini çəkdi. Rəqiblərini bir-bir məğlub edir, amansız təzyiqi və bədənə endirdiyi zərbələrlə onları sındırırdı, onları məhv edirdi. Julio César Chávez müdafiə olunmağı yox, rəqibini daim sıxışdırmağı sevirdi. O geri çəkilmirdi, daim irəli gedirdi. Hər raundda axıra kimi, sona kimi mübarizə apardı. Dəmir iradəsi, möhkəm çənəsi və tükənməyən enerjisi onun fərqləndirən bir obrazı idi. 1984-cü ildə ilk dünya çempionluğu qazandı. Bundan sonra isə tarix yazmağa başladı. Edwin Rosario, Roger Mayweather, Hector Camacho dövrünün ən güclü bokslarını məğlub edən Chávez uzun illərdə məğlubiyyət nə olduğunu bilmirdi. Onun peşəkar karyerası ərzində 87 ardıcıl döyüş, məğlubiyyətsiz keçdi. Bu göstərici bu gün də peşəkar boks tarixinin ən möhtəşəm qələbə seriyalarından biri hesab olunur. 87-0 davam edən bu seriya həqiqətən də ağlasığmazdır. Lakin onun həyatında ən çox müzakirə olunan mövzulardan biri ringdən kənar baş verənlərdir. 1980 və 90-cı illərdə Meksikada narkokartellər böyük gücə sahib idilər. İllər sonra Chávez özü etiraf edir ki, Joaquín El Chapo Guzman, Amado Carrillo Fuentes və İsmael El Mayo Zambada kimi məşhur kartel liderlərini şəxsən tanıyırdı. Hətta münasibəti var idi. Onun sözlərinə görə əlbəttə ki, bu insanlar boksu sevirdilər və tez-tez döyüşlərinə gəlirdilər. Lakin Chávez həmişə bir məsələni xüsusi vurğulayıb. Mən onları tanıyırdım, amma heç vaxt onların cinayət fəaliyyətinin bir hissəsi olmamışam. Bu mövzu bu gün də mübahisələr doğruldur. Bəziləri bunu təhlükəli dostluq hesab edir. Digərləri isə həmin dövrdə Meksikada məşhur insanların belə əlaqələrdən qaça bilmədiyini bildirirdilər. Və bu normal idi. Ringdə isə Chávez əfsanə olaraq qalırdı, şübhəsiz. Lakin illər keçdikcə narkotik asılılığı onun həyatını dəyişdi və pis tərəfə dəyişdi. İlk məğlubiyyətlər gəldi, sürəti azaldı və əvvəlki Chávez artıq ringdə yox idi. Buna baxmayaraq, o asılılıqla mübarizə apararaq müalicə aldı və həyatını yenidən qurmağa çalışdı və xüsusən də qeyd edək ki, bu onda alındı. Bugün Julio César Chávez yalnız dünya çempionu deyil, həm də milyonlarla Meksikalının qürur mənbəyidir. O artıq yaddaşda bir qürur simvolu kimi qalacaq. Onun adı hələ də boks tarixinin ən böyük əfsanələri sırasında çəkilir. Çünki bəzi çempionlar titulları ilə yadda qalırlar. Julio César Chávez isə döyüş ruhu ilə əbədi bir əfsanəyə çevrildi.